Situasiya sualını yenə eləyirik. Burada yazdıqlarımıza dəyməyək, lazım olsa istifadə eləyirik. Eyni şərtdə yenə fotosintez prosesi haqqında deyir. Bitkini qaranlıqda saxlayıblar və fotosintez prosesində bu təcrübədə fotosintez prosesində hansı amilin vacibliyini sübut eləyir? 1, yəni birinci soruşur və 3 gün qaranlıqda saxlasaq səbəb nə idi? Bunların hamısını birinci sualı izah eləyəndə demişdim və bir də geri dönsək əgər, fotosintezdə bitkini qaranlıqda saxlamağımızın səbəbi o idi ki, o nişastasını istifadə eləsin. Yəni, birinci suala cavab versək, burada deyir ki, nəyin vacibliyini sübut eləyir? Üstün örtdüyümüz kağızla bu bitkidə fotosintez getməsi üçün işığın vacibliyini sübut eləyir. İkincində də soruşurdu ki, baxın, ikinci də qoyub bura. Deyir, səbəbini izah eləyin, qaranlıqda niyə saxlayırıq? Çünki bitki nişastasını dedim ki, yeyir, yəni istifadə eləyir. Nişastanı istifadə eləyir, qaranlıqda saxlayanda artıq bitkidə nişasta olmur. Tökdüyümüz yod məhlulu yeni yaranan nişastanın varlığını göstərir. Qaranlığa qoymadan biz işıqdan qopardığımız birbaşa yarpağa qoysaq ora hər bir hissəsində göyərəcək və nişastanın olduğunu biləcəyik. Ona görə bir işıq, ikinci nişasta düzgün cavabı olacaqdır.